Hər vaxtınız xeyir əziz dostlar. Bu gün bir masa ətrafında verilişinin qonağı mənim üçün çox əziz, dəyərli şəxsiyyətdir. Az yaşlarımdan həm onun səsinə, ən əsası şəxsiyyətinə rəğbət bəslədiyim Kamran Yunis bu gün bizimlədir. Kamran müəllim, xoş gəlmisiniz. Necəsiz? Şükür, xoş günümüzə gələk. Allah sizi var eləsin. Siz sağ olun ki, dəyər verib dəvət eləmisiniz. Buna görə də minnətdaram Biz sizə. təşəkkür edirik, borcumuzdur müəllim. Bu gün minlərlə insan sizi sevir və sizi sevdirən sizin o sehirli səsinizdir. Mən də çox istəyərdim ki, ilk növbədə bir şeirlə başlayaq. Ən sadə yerdən götürüm də. Hansını bilirsiniz? El bilir ki, sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam, doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Az yaşlarımdan sizi həm sənətdən, həm də bütün müsahibələrinizdən, həm də mətbuatdan izləyirəm. Bir müsahibənizdə siz dediniz ki, sevgi yoxdur, dünya sevgi üzünə həsrət qalıb. Biz harda itirdik o sevgini? Keçən dəfə bir yazı oxuyurdum. Deyir ki, qədim dövrdə insanların sevgisi də, dəyəri də, nəzakət də bir başqa cür idi. Hətta yerdəki daşa belə təpiy atmırdılar ki, onun təbiətdə xüsusi rolu var, xidməti var. Diqqətimi çəkən orada belə bir məqam var idi. Deyir, dərvişlər hər səhər yuxudan oyananda yastığı öpüb ona çox sağ ol deyirdilər. Yəni çox sağ ol ki, sən mənim səhərə qədər əziyyətimi çəkmisən, yükümü çəkmisən. İndi o dövrdə cansız əşyalara belə dəyər verirdilər, sevgi göstərirdilər, amma bugünkü dövrdə o yoxdur. Maraqlısı odur ki, biz o dəyəri, o sevgini, o nəzakəti harda itirmişik. Çox istəyərdim ki, elə bu barədə danışaq. Mən hər zaman bu belə deyim də, sevgi mənim ümumiyyətlə həyat şüarım olub hər daim. Mən həmişə hər kəsə demişəm ki, sevin, dünyanı sevin, daşı sevin, otu sevin, ağacı sevin, hər şeyi sevin. Çünki əgər dünyanı xilas eləyəcəksə və yaxud dünyanı xilas eləyəcək ulu bir qüvvə varsa, bu sevgidir. Çünki biz Allah deyirik ya, hər dildə onun bir tərcüməsi var da, Allah, Bog, Qad, Təngri, Tanrı. İnsanlığın dilində o Allahın adı sevgidir. Harda itirdik biz o sevgini? O sevgini itirmədik, o sevgi yoxa çıxmadı, o sevgi var. Sadəcə insanlar özlərini itirdilər. İnsanlar özlərini satdılar. İnsan özünü satanda sevgi yoxa çıxır. Ailədə insanlar özlərini satdılar, evdə özlərini satdılar, öz ocaqlarını satdılar, sonra öz həyətlərini, sonra öz küçələrini, sonra öz məmləkətlərini satdılar. Niyə? Çünki ilk öncə öz mənəviyyatlarını satmışdılar. Və bu mənəviyyatsızlıq içində var olan dünyamızda sevgi axtarmaq çətin məsələdir. Gərək lupa ilə gəzəsən insanların, kimdəsə varsa da o sevgisini artıq gizlədir, göstərməyə qorxur. Çünki sevgilərin zorlandığı dünyada yaşayırıq artıq. Sevgilər zorlanır. Dünyaya sevgi ilə boylanan ağaclar yerindən qopardılır, dibinə nəysə tökülüb qurudulur. Dünyaya nəfəs verən ağacları qopardmaq əcəba sevgini yerindən qopardmaq deyilmi? Qız uşağıdsa ananın bətnindən hələ formalaşmamış bir körpəni kəsib, doğrayıb, tikə-tikə eləyib ananın bətnindən çıxartmaq bu sevginin yox olması demək deyilmi? Və s. və s. və s. Və biz bu dünyada dünyanın harasında haqq, ədalət, sevgi, mərhəmət, dəyər, qiymət axtaraq, biz bətnimizdəki körpəyə dəyər verə bilmiriksə, biz həyətimizdəki ağaca su verə bilmiriksə, hökumətimiz deyir ki, ağaca su vermək pulludur. Yaxşı, insana pulludur.
təbiətin yaratdığı suyu təbiətin ağacına vermək də mi pulludur? Və bu boyda ədalətsiz dünyada biz hansı sevgini axtaraq, hansı sevgidən danışaq? Artıq dəymir. Dəymir. Çünki dəyərlərimizi də itirmişik. Elə orada itmamız. Hamısı bilirsiniz necədir? Bir ovuc suyu götürəcəyik, o bir ovuc suyun içində hər şey var. Bizə lazım olan zəhərdən tutmuş, bizə lazım olan oksigenə kimi. Hər şey var. Əlimizi açdıq, o su getdi. O su ilə bərabər, o sevgi ilə bərabər, o dəyərlə, qiymətlə bərabər hər şey getdi. İndi buna qulaq asanlar deyəcək ki, niyə bu qədər mütləq danışırsan? Mən ümumiyyətlə mütləq danışmıram. Mən Einsteinlə tanış olandan sonra mütləq heç nə ilə danışmıram. Bu dünyada mütləq heç nə yoxdur. İnanıram ki, verilişimiz başlayanda 5, 6, 7 kəlmə mənə sayğı, dəyər, sevgi olan cümlələr dediniz və mən bu sevgiyə həqiqətən də inanıram. İnanmasam yaşaya bilmərəm və yaxud inanmasam bura gələ bilmərəm. İnanmasam buradan çıxıb oturacağım öz ocağıma gedə bilmərəm. Sevgini qazanmasaq, sevgini geri qaytarmasaq, günü-gündən dağılan dünyamız onsuz da dağılıb gedəcək. Bu qədər. Bəs ümumiyyətlə bu gün sizi cəmiyyətdə ən çox narahat edən nədir? Bizi bizdən alan bir bəla var da. Biz ona texnologiyalar deyə bilərikmi yoxsa? Mən heç nə demirəm. İnsan, nə texnologiya? Hansı texnologiya? O texnologiyanı yaradan da insandır. İnsan beynidir, insan şuurudur. Bayaq orada oturmuşdum, özümə fikirləşirdim ki, nə yaxşı ki, bu süni intellekti çıxartdılar. Doğrudan deyirəm. Çünki səhər-səhər bir dənə şəkil çəkdim və şəklin fonunda gördüm ki, evimin şpaklovkası, qopan divar filan, beşməkan hamısı görsənir. Hamı biləcək, Kamran Yunus kraskasız, emosiyasız evdə yaşayır. Həmən də onu götürdüm, atdım süni intellektə, etdim, qəşəng bir fon ver. Elə qəşəng fon verdi, hamı elə biləcək ki, mən çox gözəl evdə yaşayıram, filan beşməkan. Bu bir tərəfi, ikinci bir tərəfi. Süni intellekt niyə xoşuma gəlir? O bizim o belə bilirsiniz o bayağı bir toy mahnılarında çıqqı abağda gülün filan indi süni intellektin sayəsində çox ləyaqətli musiqilərimiz yaranıb. Çox. Ya süni intellekti də gərək götürsünlər, toy beyninə, toy düşüncəsinə salsınlar ki, o da patavalaşsın, getsin. Amma hələ ki, mənim xoşuma gəlir. Düzdür, hərdən birdən xaric oxuyur, deton oxuyur, filan eləyir, beşməkan eləyir, amma ləyaqətlidir. Ləyaqətlidir. Mən demirəm, toya gedənlər ləyaqətini itirir. Yox, qətiyyən, amma 6 saat mahnı oxuyan adam peşəkar ola bilməz. Mümkün deyil. Və bugünkü Azərbaycan musiqilərinin əksəriyyətini, çoxsunu süni intellekt abram indirdi. Düşünürəm ki, bu daha yaxşı olacaq. Daha yaxşı olacaq. Pis olsa olsun da, pis onsuz da həmişə var. Bir növ eyiblərini örtmüş oldu da orada. Təbii ki. Təbii ki. Tamaşaçı bizim görmək istədiyimiz, bax, tamaşaçı üçün biz orada da qurmuşuq, belə kadr elə qəşəng qurmuşuq ki, oturduğumuz otaq çox gözəldir. Amma heç kim o pərdənin arxasını görmür. Ona görə də süni intellektin köməkliyi ilə biz at gözlüyü kimi bir gözlük taxırıq insanların gözünə ki, mənim istədiyim istiqaməti görəcəksən. Mənim istədiyim istiqamətdə baxacaqsan, kənara baxmayacaqsan. Bəlkə elə belə olmağa daha sərfəlidir. Biz bundan gözəl heç nəyi bacarmırıq. İnsanları yalandan tərifləmək, yalandan sevmək, yalandan dəyər vermək, üzünü döndərib gedən kimi ən iyrənc tərəfi buradan başlayır. Riyakarlıq, Bəli. xəyanətkarlıq. Və dünənləri bu barədə mən düşündüm, yazdım, sonra sildim. Mən yazıb silmək üzrə
ustayam, doğrudan deyirəm. Sonra deyirəm, niyə yazıram? Götürdüm, yazdım, səmimiyyət. Nədir səmimiyyət? Həyatı boyu bir səmimi sözü ola bilməyən insan mənə nə səmimi rol oynaya bilər? Hansı səmimi verilir çəkə bilər? Hansı səmimi tamaşa qura bilər? Sən əcəba özünü dərk eləmisənmi ki, bəlkə də Kamran mənim heç bir normal tamaşam yoxdur. Heç bir normal şeir oxumamışam. Heç səsim də normal deyil. Yalançı ibarələrlə, yalançı nəfəslə, yalançı baxışla, yalançı addımla, yalançı sözlə, yalançı hərflə sən hansı sənətdən danışa bilərsən? Hansı məmləkətdən danışa bilərsən? Hansı evdən, ocaqdan danışa bilərsən? Bax, bayaqdan bəri bütün danışdığımız mənəvi dəyərlər hər bir ətrafımızda olan hər bir evin, ocağın, işin, yolun, izin, hər şeyin məğzini təşkil edir. İnciyirlər, deyirlər Kamran Yunus hamını baltalayır. Baltalamıram, heç kimlə işim yoxdur. Sən riyakarsan, ged riyakarlığını elə. Nə gözəl özün bilərsən, bu yol sənin yolundur. Bu yol sənin yolundur. Sən necə istəyirsən, elə də yaşa. Mən adam tanıyıram, tutaq ki, ömrü boyu ailəsində qadınına bir dənə gül verməyib. Bir dənə gül verməyib, ha. Onu hardan bilə bilərəm, deyə bilərsiniz ki, hardan sən onun evində olmamısan. Çünki gəlib işdə oturub arvadını söyən adamdır. Amma efirə çıxanda deyir ki, məsələn, qadınları belə sevmək, qadınlara belə dəyər vermək, filan vermək, beş məkan vermək. Və bu adamın səmimiyyətinə mən necə inanım? Sevgidən yazan şairləri mən üzr istəyirəm, Babnik kimi tanıyıramsa, mən bunun hansı şeirinə inanım? Hansı sevgi? Sən şəhvətlə sevgini qarışdırırsansa, təkcə şairindən getmir az söhbət. Ən ülvi sözləri teatr səhnəsindən deyən, efirdən deyən insanları mən tanıyıram da, tanıyıram. Və hərdən birdən deyirəm, kaş mən bunları tanımayaydım, kaş. Kaş mən bu insanları böyük-böyük danışan, kimliyindən asılı olmayaraq. Mən Allahdan başqa heç kimdən qorxmuram. Xristiyan bu yana da artır, müsəlman bu yana da artır, bütpərəst o yana da artır, hərə bir yana da artır. Hansı yolla gedək? Heç bir yolla getmə. Allah. Dünyada hər şeyin başlanğıcı və sonu Allahdır. Allah nədir? Vicdanındır, namusundur, abrındır, həyandır, mənəviyyatındır, sevgindir. Və dünyada bundan böyük din, bundan böyük inam yoxdur. Dinlər nədir bəs? Ona gedən yollardır. Hansından getmək istəyirsən? Hansı ilə gedirsən, get, adam ol. Qalan hamısı boş-boş şeylərdirlər. Elə burada bir sual vermək istəyirəm. Düzdür, biraz artıq emosional suallara keçmiş oluruq. İnsanı qocaldan xatirələrdir, yoxsa elə illərdir? Sevdikləri. Sevdikləri. İnsana təpik vuran da sevdikləridir. İnsanı sevən də sevdikləridir. İnsanı sındıran da sevdikləridir. İnsanı məhv eləyən də sevdikləridir. Orada dostlar var, qardaşlar var, bacılar var, doğmalar var, qonşular var, üzünə gülənlər var, altdan sənə quyu qazanlar var. Bir dəfə bir yerdə, adını çəkməyəcəm harda, bir dəfə bir yerdə dayanmışam, koridorda. Birdən gördüm ki, yuxarı mərtəbədən iki dostumun səsi gəlir və biri o birisinə qayıdır, deyir ki, özdə məni sevən adamlardılar. Məni görəndə iki əllə salam verirlər, hələ istəyirlər ki, Allah buna 4 dənə də əl versin ki, mənim əlimi 6 əllə sıxsın belə. Biri o birisinə deyir ki,
Sən Kamrana niyə rol verirsən? O bəyəm aktyordur, onun bəyəm əlindən bir iş gəlir, o nəsə bacarır, filan beşməkan. Utandım belə əyilim, qalxıb baxım yuxarı ki, bunu deyəndə onun gözləri necə görsənir, gözləri necədir. Mən utandım. Və 3 gün, 4 gün, bir həftə mən o adama əlimdən gələn yaxşılıq eləyirdim ki, o utansın. 10 gündən sonra gəldi, gedək mənə bağışla. Dedim, niyə? Elə belə. Mən bildim o niyə məndən üzr istədi. Axıra kim qandı, qanmadı, o sonraki məsələdir. Çünki insan ki bir şeyə uydu əzəldən, ölüncə başında bir adət qalır. O heç vaxt düzəlməyəcək, o elə də qalacaq. Sadəcə olaraq qurban olduğum mən o adamdan uzaqlaşdırdı. Mən oradan uzaqlaşdım, getdim. O söz yolunda bugün bir başqa adamın haqqında elə danışacaq, sonra lap başqasının, o birisinin, bu birisinin. Əgər bir gün yolları belə kəsişsə, ən doğma anası ilə, qardaşı ilə, bacısı ilə, onların da torbasını elə tikmək istəyəcək. Çünki onun xislətində torba tikənliyi var. Orada Kamran söhbəti deyil. Xislət söhbəti var. Belə. Kamran müəllim, bəs sizcə insan ömrünün hansı mərhələsində artıq geridə nə qoyacağını düşünür? Mənə elə gəlir ki, insan gənclikdə həyatdan daha çox nə alacağını düşünür. Arzulardır, uğurdur, sevgidir, yoldur və s. Başlayıb fikirləşməyə ki, bəs artıq mən özümdən sonra dünyada nəsə qoymalıyam. Və mən hesab eləyirəm ki, elə insanın yetkinliyi buradan başlayır. Özünü dünyanın mərkəzi hesab elədiyi yerdən yox, dünyaya nə verəcəyini fikirləşdiyi yerdən. Bəs insan ömrünün hansı mərhələsində geridə nə qoyacağını fikirləşir? Bu yaxınlarda bir məmura qayıtdım dedim. Dedim ki, mən öləndən sonra gətirib mənim qəbrimin üstünə 5 dənə əkilil qoy. Neyimə lazımdır o? Rəhmətli nənəm demiş ki, cəhənnəmə gətir ki, ora gətir. Gətirmə. Mən öləndən sonra gəlib əcdadım gəlib orada, ay Kamran niyə getdin desə, neyimə lazım? Deməsə neyimə lazım? Mən öləndən sonra mənə kiminsə verdiyi dəyər neyimə lazım? Mən öləndən sonra oxuduğum şeirlərə, oynadığım rollara pis, yaxşı, hər nəyəm buyam. Mən bu adamam. Bu baxışla, bu gözlə, bu nəfəslə, bu sözlə mən buyam. Dəyər verirsən, bu dəqiqə. İnsanlar cürbəcürdür. Biri dəyərdən dəyərlənən var, bir dəyərdən gəbərən var, bir dəyərdən uzalan var, bir dəyərdən ölən var. İnsanlar cürbəcürdür. Dəyəri də dəyər bilənə vermək lazımdır. Adam var, dəyər verirsən, Allah haqqı, sabah dönür, şilləni qulağının dibindən elə qoyur ki, qalırsan ki, Allah, mən nə qələt elədim? Ona dəyər verməzlər. Yoxlayırsan da sınaqdan keçirdirsən. Amma dəyərlərin dəyərini zamanında vermək lazımdır. Nə qoyub getmək bilmirəm. Mən bilmirəm mən nə qoyub gedəcəm. Heç nə qoyub getməyəcəm. Dünən oxuduğumu bugün qəbul eləmirəm. Dünən sizə dediyim sözdür. Dünənləri oxuduğum şeiri bugün həzm eləmirəm. Deyirəm, bu nə say şeydir mən oxudum. Bunu niyə oxudum mən? Hərdən birdən deyirəm, YouTube kodumu filanım mənim əlimdən alın, günlərim bir beynim çönər, hamısını silib eləyərəm. Ehtimal var. Ehtimal var, niyə də yox? Dünyada məndən sonra nə qalacaq, bilmirəm. Məni sevənlər insanların içində bir 5 gün, 10 gün darıxmaq qalacaq. Vəssalam, qutardı, getdi. Keanu Reeves'in gözəl sözü var. Sual verirlər ki, siz öləndən sonra nə olacaq? Deyir ki, məni sevənlər mənim üçün biraz darıxacaqlar. Vəssalam. Qalan heç nə. Nə qədər insanlar sevinəcək? Nə qədər insanlar sevinəcək Kamran Yunus getdi? O riyakarlar olacaq. Yox, riyakar olmayacaq. O öz həqiqətində səmimidir. Heç vaxt heç kimi qınama. Çünki sabah bizim başımıza nə gələcək? Heç birimiz bilmirik. Bilmirik. O boyda Tağıyevi müflis eləyən dünyadır bu dünya.
Tağıyev ömründən gözəl vaxtında elə bilir dünya belə gəlib, belə də gedəcək. Nağıyevlər, Tağıyevlər, Muxtarovlar, o boyda milyarderlər. Nə oldu? Nə oldu? Ona görə mən heç vaxt heç kimi qınaya bilmirəm. Çünki hər kəsin bir həqiqəti var. Təmənnam nədir? Lütfən azadlığını mənim azadlığıma gəlib çatanda biraz məhdudlaşdır ki, mənim azadlığımı məhdudlaşdırma. Məhdudlaşdırma, mənim ömrümü məhdudlaşdırma. Qoy mən də rahat-rahat qollarımı açım və deyim ki, mən heç kimdən heç nə olmuram. Mən deyirəm, yaşadığım məmləkətin insanları İndən sonra 5 il, 3 il, 1 il, 5 ay, 1 saniyə, 1 dəqiqə bilmirəm, ömrüm qalıb. Bunu adam kimi yaşamaq istəyirəm. Milyarder kimi yaşamaq istəmirəm. Ya bilim, filan yerdə konsert verim, filan yerdə Lamborghinim olsun filan. Nə lazımdır? Boş-boş şeylər damsı, maraqsız şeylər damsı. Maşınlar bir-birinə dəyəndə ikisi də eyni şey olurlar. Lamborghini-də, Zapa-da. Önəmli olan nədir? İnsanın insan kimi yaşaması, insanın insan kimi dəyər görməsi, insanın sevgi görməsi. Çünki dünyanı var eləyən, evi ev eləyən, ocağı ocaq eləyən, vətəni vətən eləyən, dünyanı dünya eləyən sevgidir. Dünyanı düzəltmək istəyirsən, sevgini düzəlt. İnsanı düzəlt. Biz düzəldək. Düzələcək, düzəlməyəcək, özü bilər. Biz ağaca su verək, o ağac böyüyəcək, böyüməyəcək, onu özü bilər. Allah Taala ağacın sualını ağaca verir. Mənim verdiyim suyusa haqqını məndən sorur. Mən su verdim, sən necə oldun? O sənin problemindir. Biz insanlara sevgi verək. Mənim sevgi verdiyim insanlar mənə həmişə bıçaq vurublar. Ən əzizlərim, ən böyrümdəkilər, yanımdakılar, doğmalarım. Mən onlardan inciməmişəm. Onların xisləti odur. Allah Taala onları elə yaradıb da, neynəsin yazıq? O böyük ola bilmir, böyüyə bilmir. Dünən gecə axşam həyətdə çox qızğın bir söhbət edirəm. Birdən elə bil ki, Allah mənə dedi ki, bir dənə belə sağına, o belə fırlandım, gördüm ki, uzaqdan bir 15 metr, 20 metrdən belə politik-kli bir dənə, çox gözəl bir. Eynəkli bir dənə, bəlkə anası görəcək, eləyəcək, deyəcək, hə, mənim oğlumdan. Gəlir, 4 yaşı var, 5 yaşı var. Mən hiss elədim ki, mənim üstümə gəlir. O uşaq gəldi, durdu qabaq qarşımda. Belə baxdım anasına, deyir, Kamran müəllim sizi tanıyıb deyə sizi görmək istəyir. Mən o uşağı qucağıma götürdüm. Mən o uşağı bilmirəm 5 dəfə, 10 dəfə öpdüm. Mən onu sevdim. Allaha bu lazımdır. Allah sevməyimizi istəyir. Bir 50 il keçəcək. Kamran Yunus bu dünyada olmayacaq. İnandırım sizi ki, o uşaq ömrü boyu o sevgidən ancaq o sevgidən danışacaq. Dünyada bunu qoymaq lazımdır. Yalancı sevgi yox. Yalancı sevgi yox. Həqiqi sevgi. Bayaq cəmiyyətin səthləşməsindən danışdıq. İndi bayaq dediyim kimi rəqəmsal bir dövrdür. Elə həm də sonuncu sualdır, onu da qeyd edeyim. Bu rəqəmsal dövrdə poeziya, şeir, bu qiraət öz necə deyim, mahiyyətini qoruyub saxlaya biləcək yoxsa yox? Təbii. Günəş kələfimizdən, ruhumuza gedən enerjini hiss edirsən bu dəqiqə? Təbii ki. Bəli. Onu heç nə əvəz eləməyəcək. Sənin nə rəqəmsal dünyan, nə yeni texnologiyan, hər şey yaranacaq. Hər şey də olacaq. Masalkadan banan da yeyəcəyik. İt ətindən xiyar da yeyəcəyik.
Zəhər səpilmiş yeməkləri bizə yenə də yedizdirəcəklər. Bizi 100 il yox, 150 il də yaşadacaqlar, 200 il də yaşadacaqlar, vaxtından tez öldürəcəklər də, gəbərdəcəklər, uçurdacaqlar, bizi heç nə eləyəcəklər, bizi hər şey eləyəcəklər, hər şey eləyəcək. Amma insan baxışlarındakı sehir möcüzəni heç kim ondan ala bilməyəcək. İki sevən insanın o bir-birinə üz-üzə durduğu məqamda o aralarındakı nəfəsi heç nə əvəz eləməyəcək. Nə yeni texnologiya, yeni köhnə texnologiya, heç nə. Sevgini heç nə əvəz eləməyəcək. Mənim anamın yadıma düşdüyüm anda gözümün lap küncündə bir dənə incədən incə yumurlanan bir göz damcısını, orada da yumurlanması, ürəyimdə yumurlanan göz damcısını heç nə əvəz eləməyəcək. Nə bu mikrofon, nə o kamera, heç nə. Və dünyanı o yeni texnologiya ilə dağıdacaqlar. Amma insan nə qədər ki yaşayır, ruhu ilə var olacaq. O ruhu ondan heç kim ala bilməz. Heç kim. Ölümdən savayı. Ölümsə insanların əlindədir. Hava istəsələr öldürəcəklər. Dünyaya gəlməyimiz Allahın əlində. İndi o da Allahın əlindədir. İstəyirlər buradan dünyaya gətirirlər, aparırlar. Bu qədər. Elə son olaraq da sizdən bir şeir istəyəcəm. Və əziz dostlar, bugünkü qonağımız Azərbaycan teatr və kino aktyoru, rejissor və bədii qiraət ustası Kamran Yunis idi. Kamran müəllim, sizə təşəkkür edirəm gəldiyiniz üçün. Hər şey üçün çox sağ olun. Növbəti görüşdə yenə bir masa ətrafında görüşmək ümidi ilə. Nə fitnə qalacaq, nə şər qalacaq. Əsil kişilərdən əsər qalacaq. Çör-çöpü sahilə tullayır dəniz, dənizin dibində gövhər qalacaq. Bunu Xəlil Rza deyir. Kamal Abdulla deyir ki, yolla gedən olmasa bilinməz. Bilinməz gəlir bu yol ya gedir. Yol var ömür boyu gəlinməz. Yol var gəlib çatır, yanında itir. Bilənmədim, hansındasan yolların, səni necə qoruyur qolların.